Yəni insanlar bir-birlərinə xeyirdə və təqvada kömək etməlidirlər. Yəni xeyir etməkdə, təqvada isə şərdən uzaqlaşmaq demək. Köməkləşirlər xeyir üzərində, xeyir edirlər. Bir xeyir deməkdir. Buradakı təqva ittiqa şərdən qorunmaq. İkisi bir yerdə gəldikdə el-bir xeyirdir. Buradakı təqva isə şərdən qorunmaqdır, ittiqa eləməkdir. وَذَلِكَ أَنَّ النَّاسَ يَعْمَلُونَ عَلَى وَجْهَيْنِ İnsanlar iki şey üzərində əməl edirlər. Alə mə fihil xeyr, xeyr olan bir şey üzərində və şər üzərində. Amma xeyr olan şey lazımdır ki, sən öz dostuna, öz yoldaşına bu məsələdə köməkləşəsən onunla və işi onun üçün asadlaşdırasan. Köməkləşmək lazımdır. Xeyrə gəldikdə köməkləşməlisən. İstər bu xeyir səninlə bağlı olan bir məsələ olsun, istərsə səndən başqası ilə. Xeyirsə köməkləş. Amma şərə gəldikdə isə lazımdır ki, şərdən çəkindirəsən və köməkləşməyəsən bunun üzərində. Yəni, şərdən çəkindirmək özü belə köməkləşmədir. Yəni, köməkləşirsən, yəni şərdən çəkindirmək üçün. Sən gücün çatdığı qədər mane olmalısan, şər etmək istəyən insana. Yəni, bu əməli, o feili tərk etməyə onu çağırmalısan. Bir, xeyr etməkdir. وَتَعَوَنْ عَلَيْهِ وَتَسَعُدُ عَلَيْهِ وَتَأْسِيرُهُ Demək, xeyrin üzərində köməkləşmək lazımdır və onu asadlaşdırmaq lazımdır insanlara. Təqva isə şərdən qorunmaq lazımdır. Və köməkləşmək lazımdır ki, insanlar arasında ki, bu şər əməl nədir, olmasın. İnsanlarla bu şər əməlin arasını ayırmaqda köməkləşmək lazımdır. Onları şərdən çəkindirməlisən. Hətta ümmət bir ümmət olsun. وَتَعَوَنُوا أَمْرٌ İcəb fîmə yəcib. Yəni, köməkləşin, burada bu iş üzərində, bu əmirdir, vacib olan bir əmirdir ki, istər vacib olsun bu iş əməl, istərsə müstəhəb bir əməl olsun və təqva da onun kimi bu vacib bir əmirdir ki, haram olan şeylərdən insan nə etməlidir? Və yaxud da ki, bəyənilməyən, məkruh olan bir şeylərdən də insanlara köməkləşib uzaqlaşdırmaq lazımdır. Amma ikinci dəlilə gəldikdə isə təqva və xeyir üzərində köməkləşin. Müəllif rəhməhullah bunu zikr edir. Sonra isə Əsr surəsini gətirir burada. And olsun əsrə həqiqətən hər bir insan ziyandadır, ziyan içindədir. Yalnız iman gətirib, salih əməl edən kəslər, haqqı və səbri bir-birinə tövsiyə edən kəslərdən başqa. Allah Teala burada əsrə and içir. Hansı ki, əsr o zamandır. Bir əsr, iki əsr, üç əsr zamandır. Allah Teala and içir ki, zamana. Yəni, o zamanda insan əməllərini doldurur. Yəni, o əməllərin, belə deyək, qabıdır. Vaxt əməllərin qabıdır. Yəni, sən o vaxtda nə doldurdunsa, o da xeyir və yaxud da şər. Həqiqətən insanlar kimisi ora xeyir doldurur, kimisi ora şər doldurur. Allah Subhanahu taala əsrə and içir. Müasib olaraq Allah Teala yaratdıqlarından istədiyi bir şeyə and içir və orada qulların əməli vardır. Həqiqətən hər bir insan ziyan içindədir. İnsan buradakı əl-insan umumi bütün insanları şamil edir. Mümini də, kafiri də, hamını şamil edir bu. Adil olan da, fasik olan da, kişini də, qadını da, hər bir insan ziyan içindədir. Xasirun kullu əməli, öz əməlini uduzur, ziyan edir. Xusran aleyhi, o ziyanlı onun əleyhinədir. Dünyada yorulur, ahirətdə heç bir fayda yoxdur. Yalnız bu 4 vəsf kimdə cəmi olunursa ondan başqa. İman gətirir. İman nədən gətirir? Elm öyrənməklə. Yəni, elm öyrənirsən, sonra iman gətirirsən. Salih əməl edirsən, elmə əməl eləmək lazımdır. Dəvət edirsən, haqqı tövsiyə eləmək nədir? Dəvət eləməkdir. Və bunların üzərində əziyyətlər olacaqdır. Və sən səbri tövsiyə etsən, birinizə səbr.
Elm öyrənəndə də səbir elə, əməl edəndə də səbir elə, dəvət edəndə də səbir elə. Çünki burada əziyyətlər olacaqdır. Elə sənin durman, gəlmən, bu hamısı əziyyətdir. Sənə kim əməl etdikdə kimsə nəsə demən əziyyətdir. Dəvət elədikdə kimsəsə mane olmaq, qarşına durmaq, bu əziyyətdir, əziyyət verilir. Səbir demək lazımdır bu şeylərə. Yalnız bu 4 vəsf olan kəslər başqa. Yəni o kəslər öz nəfslərini imanla islah edirlər, salih əməllə islah edirlər və başqalarını isə dəvətlə, yəni haqqı tövsiyə etməklə və səbri tövsiyə etməklə islah edirlər. İman necə iman olur? Hər bir vacib olan şeyə iman gətirməklə. Allah Teala və onun Rəsulü xəbər verdiyi hər bir şey xəbərinə inanmaqla bu vacib bir iman olur. Allah Resulü sallallahu aleyhi ve sellem xəbər vermişdi ki, iman sən Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət günə, qədərin xeyir və şərinə iman etməndir. İmanın 6 rukunudur bu. Amma salih əməl isə Allaha yaxınlaşdıran hər bir əməl. Allaha yaxınlaşdıran hər bir əməl salih əməldir. Yəni əməlin salih olması üçün isə 2 şərt vardır. Birinci şərt Allah ixlaslı olmalısan əməldə. İkincisi isə Rasulullah s.ə.və tabi olmalıdır. Yəni, o əməl Rasulullah s.ə.vənin etdiyi əməl olmalıdır. Yəni, bidət eləməməlisən. Demək, ixlas, yəni sən o əməlində Allahın qullarına göstərmək yox, o əməlində Allahın üzünü və axirət diyarını istəməlisən, etdikdə. Mütabə isə Rasulullah s.ə.v etdiyi bir əməli etməlisən, yəni heç bir bidət gətirməməlisən. Çünki bidət, həqiqətən bidət, insan əməlində ixlaslı olsa belə əməl ona qaytarılır. Kim bir əməl eləsə bizim etmədiyimiz bir əməldən o rədd olunur. İbadət də lazımdır ki, tabiçilik olsun, orada heç bir riya olmasın, yəni ixlas olsun. Tabiçilik Muhammed s.ə.v-dir, riya da olmasın, ixlas Allah üçün olmalıdır. Əks halda həmin əməl riya vardısa da, o əməldə tabiçilik olsa, amma riya vardısa da, o əməl rədd olunur. Qudsi hədisdə gəlmişdi ki, Allah Teala deyir ki, "Ənə əğnə şurakəy ani şirk, mən amilə amədən əşrəkə fihi mə'yə qeyri, tərəqtuhu və şirkəhu." Mən şəriklərin şirkindən varlıyam. Kim bir əməl eləsə, o əməldə mənə yanaşı başqasını şərik qoşsa, onu və şirkini tərk edərəm. Amma haqqı tövsiyə eləməyə gəldikdə insanlar bir-birlərinə haqqı tövsiyə edirlər. Necə ki, Rəsullar bunun üzərində gəlmişdilər və səbri tövsiyə eləmək də onun kimi həqiqətən nəfs səbrə ehtiyacı var. İtaətdə də səbir eləməlisən, haramları tərk eləməkdə də səbir eləməlisən, qədərin ağrı verici qədərlərdə də səbir eləməlisən. Amma İmam Şafi Rəhməllah sözünə gəldikdə, əgər Allah Subhanahu taala qullarına bu surədən başqa bir surə nazil etməsəydi, bu surə kifayət edərdi onlara. Yəni bu surədən başqa bir surə nazil olmasaydı, hüccət olaraq insanlara kifayət edərdi. Çünki bütün özündə hər bir şeyi nədir? Cəmiyyətun məniyə cəm edib və mani olan şeylərdir. Cəmiyə, yəni ki, orada iman var, salih əməl var və məniyə, yəni mani olan şeylərdən insanı eləmişdir, zikrə bildirmişdir. Allah Subhanahu istəyirəm ki, məni və sizləri iman gətirən, salih əməl edən qullarından, haqqı və səbri bir-birinə tövsiyə edən qullarından eləsin. Barakallahu fikum.